Belə bir sual, 5 həftəlik hamiləlikdə ginekoloji müayinə edildim vaginal yolla və çıxardılandan sonra qan gəlib. Bu nə deməkdir? Bizim ən çox pasientlərlə aramızda anlaşılmazlıq yaradan hissələrdən biri hamiləlik dövründə vaginal ultrasəs baxılması. Yox, bəziləri hətta qoymur ki, baxarsınız birdən açılış olar, qanama olar və s. Hörmətli bu sualı verən izləyici hamilə xanım, vaginal müayinədən heç vaxt açılış, qanama olmaz. Bu qanama ya təsadüfən vaginal müayinə vaxtına denk gəlib, onunla üst-üstə düşüb, ya da bəzi hallarda buna səbəb nə ola bilər? Uşaqlıq boynu eroziyanız ola bilər, damarlar orada çox köşək ola bilər. Ultrasəs müayinə vaginal datçiki ilə həmin bölgəyə toxunularkən sadəcə həmin bölgədən, yəni xarici hissədən bir qanama ola bilər, mümkündür. Və yaxud da vaginanın özünün hissələrindən, divarlarından da köşəklik nəticəsində hamiləlik dövründə bir qanama görə bilərsiniz. Əksər hallarda bunlar belə qanamalar olur və çox az miqdarda olur. Yəni, vaginal ultrasəs müayinə heç vaxt hamiləlik açılışı düşük təhlükəsi verməz. Ürəyiniz rahat olsun.